Salam, xoş gördük hər birinizi. Necəsiz? Bugün sizlərin görüşünüzə xəritə testi ilə gəldim. Çünki bilirəm ki, abituriyentlərimin, yəni bütün abituriyentlərin demək olar ki, ən yaralı yeri məhz xəritə olur. Sualımıza baxaq. Rəşidi xəlifələr dövründə Ərəb xilafətinin ələ keçirdiyi əraziləri xəritədə müəyyən edin. İlk öncə xəritədə hansı ərazilər qeyd olunub, buna baxacağıq. Deməli, 2 İspaniya bölgəsi idi. Hansı ki, söhbət gedir buradan. Bura İspaniya idi. İspaniya yazaq. 1, bura Fransa idi. Bu bölgə. Ardınca, deməli, 4, Balkan yarımadası hesab olunur. Təxminən deyəcəyik ki, yəni Yunanistanın şimalı, Makedoniya falan, yəni bu ərazilər hesab oluna bilər. 5, Aralıq dənizinin şərq sahilləri idi. Burada olacaq Suriya, Fələstin bölgələri qeyd edəcəyik. Daha sonra 3 isə hansı ki, Afrikanın şimal-şərqində yerləşən bu Misir dövləti olmuş olacaq. İndi sualımıza baxaq. Biz bilirik ki, Rəşidi xəlifələr dövrü 632-661-ci illər dönəmini əhatə etdi. 4 xəlifə burada hakimiyyətdə olmuşdur. Xəlifə Əbu Bəkir, Ömər, Osman və Əlinin hakimiyyət dövrü idi və ilk öncə onlar İslam ehkamlarını yaymaq məqsədi ilə yürüşlər həyata keçirirdilər. İlk öncə burada söyləmək istəyirik ki, Rəşidi xəlifələr dövründə Sasanilərin varlığına son qoyulur, Cənubi Qafqaz bölgəsinə artıq ilk dəfə yürüşlərə başlanılır və burada Ərəb dövləti Bizansla müharibə aparır. Bizansla müharibə nəticəsində artıq 7-ci əsrin deməli, ortaları dönəmlərində, Rəşidi xəlifələr dövründə Bizansın əlində olan Suriya, Fələstin və Misir bölgələri ələ keçirilmiş olur. Deməli, 5 və 3 rəqəmi mənim suallarımın cavabıdır. Amma yerdə qalan ərazilərdən isə biz artıq Rəşidi xəlifələr dövrünə aid etməyəcəyik. Cavab 3 ilə 5. Sağ olun.